Ukraynada ehtimal olunan ateşkəs indi Baltikanı ölkələri narahat etməyə başlayıb. Onlar hesab edirlər ki, bu Rusiyaya yenidən qüvvə toplamaq və sərhədlər boyunca yerləşdirmə imkanı verəcək. Litva və Estoniya rəsmilərinin sözlərinə görə bu vəziyyət NATO-nun şərq cinahında balansı dəyişə bilər. Digər tərəfdən Baltikanı dövlətlər Rusiyanın Belarusla keçirdiyi intensiv hərbi təlimləri də narahatlıqla izləyirlər. Baltikyanı dövlətlər Ukraynada ateşkəsin təmin olunacağından narahatdır. Financial Times qəzeti yazır ki, Latviya, Litva və Estoniya Rusiyanın Ukraynada dayanmayacağını düşünürlər. Həmin ölkələrin hərbi rəhbərləri xəbərdarlıq ediblər ki, ateşkəs regionun təhlükəsizliyini sual altında qoyacaq. Çünki Moskva NATO'nun şimal-şərq cinahında qoşunlarını yenidən yerləşdirə bilər. Estoniya Müdafiə naziri Hanno Pevkurun sözlərinə görə Ukraynada müharibə dayansa, Rusiya öz ordusunu tez bir zamanda Baltikyanı qoşunlara sərhədləri boyunca bölüşdürəcək. Bu da təhlükə səviyyəsinin artması deməkdir. Ölkə rəsmisi hazırda Ukraynada olan Rus hərbiçilərinin yarısının bu missiyada iştirak edəcəyi qənaətindədir. Analitiklərin fikrincə narahatlığın səbəbi Birləşmiş Ştatların Avropa üzərindəki müdafiə qalxanı rolunun azalmasıdır. Polşadan sonra indi də Baltikyanı ölkələr təhlükəsizlikləri haqqında daha çox düşünməyə başlayıblar. Bunun için de başta İngiltere olmak üzere Avrupa Birliği'nden ciddi şekilde yardım talebinde bulunmaktalar. Bu yardım ne zaman gelir, nasıl olur veyahut da Ukrayna'da ateşkes gerçekleşmeyip Avrupa ülkeleri Ukrayna'da askeri ve teçhizat yardımı gerçekleştirerek Rusya'nın dikkatlerini Ukrayna'dan başka tarafa çevirmesinin önüne geçmeye çalışacaklar. Litvalı dövlət rəsmiləri də Rusiyanın ateşkəsdən sonraki vaxtdan istifadə edəcəyi fikrindədir. Ölkənin müdafiə naziri Dovile Şakaleyni deyib ki, Rusiya bu vaxt müddətində hərbi potensialını artıracaq. NATO'nun Polşa və Rumıniya kimi şərq cinahı ölkələri isə Ukraynaya canlı qüvvə yerləşdirməkdən boyun qaçırırlar. Dövlətlər öz təhlükəsizlikləri hesabına bu öhdəliyi götürə bilməyəcəklərini açıqlayıblar. Onlar həmçinin sülhməramlı qüvvələrin yaradılması məqsədi ilə ordularının Ukraynaya köçürülməməsini alyansın diqqətinə çatdırır. Bu dövlətlər də düşünür ki, öz milli maraqlarını Ümumavropa maraqlarından güdazına vermək o qədər də yaxşı çıxış variantı deyil. Bu dövlətlər daha çox anti-Rusiya ritorikasından çıxış eləyir, NATO-nu tənqid eləyir, Vaşinqtona özünü çevirir və çalışır ki, öz milli təhlükəsizliyini, suverenliyini və müstəqilliyini təmin edə bilsinlər. Baltikyanı ölkələr həmçinin Rusiyanın Belarusla apardığı intensiv hərbi təlimlərdən də narazıdır. Çünki bu təlimlər NATO ilə münaqişəni imitasiya edir. Bu ilin payızında iki ölkənin birlikdə növbəti iri miqyaslı hərbi təlim keçirəcəyi gözlənilir.